Ölüm hökmü. Ağır cinayət törətmiş insan ölümü ilə üz-üzədir. Bu hökm dünyanın müxtəlif ölkələrində müxtəlif üsullarla həyata keçirilir. Ölüm hökmü cinayətkarlara tətbiq edilən ən ağır cəza növüdür. Hazırda 60-dan çox dövlətdə ölüm hökmü qüvvədədir. Həmin ölkələrdə hətta 18 yaşına çatmayanlara belə cəza kəsilir. Beynəlxalq statistikalara görə hazırda insanların ən çox edam edildiyi ölkələr belə sıralanır. Araşdırmaların nəticəsinə görə hazırda Çin edamların sayına görə dünyada liderdir. Təkcə 2009-cu və 2010-cu illərin birinci yarısında Çində 5000-ə yaxın ölüm hökmü yerinə yetirilib. Qeyd olunan vaxt ərzində bütün dünyada isə 5679 nəfər edam olunub. Edamların sayına görə dünyada ikinci yeri isə İran tutur. Bu ölkədə isə bu müddət ərzində 402 dəfə ölüm hökmü icra olunub. Eyni zaman kəsiyində İraqda 75, ABŞ-da isə 52 cinayətkar edam olunub. Ağır cinayətlərə görə edam etmənin ən çox tətbiq olunduğu ölkələr sırasında Çin, İran, İraq və ABŞ-dan sonra Əfqanistan, Səudiyyə Ərəbistanı, Vyetnam da tutur. Ölüm hökmünün qüvvədə olduğu ölkələrdə edam etmə müxtəlif növlərlə icra edilir. Səudiyyə Ərəbistanında ən ağır cinayət törədənlərin başı vurulur, ABŞ-ın bəzi ştatlarında elektrik stulunda elektrikə verilir, İran və İraqda dar ağacından asılır, Çində ölüm iynələrindən istifadə olunur, Hindistanda fillərin ayaqları altına atılır, Əfqanistanda daşqalaq edilir, Vyetnamda isə güllələnir. Güllələnmə. Bu ifadə Sovet vətəndaşları üçün heç də yad anlayış deyildi. 1998-ci il fevralın 10-da dövlət başçısının müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv olundu. Bu vaxt isə 100-dən artıq ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrum etməklə əvəzləndi. İndi isə yaxın tariximizə qısaca nəzər salmaqla özümüzdən danışaq. Gördüyünüz bu məkan hazırda mövcud deyil. Bayıl həbsxanasını deyirik. Gördüyünüz bu kadrlar da yaxın tariximizdir. Buranı bir çoxları tanımasa da ən azından haqqında yəqin ki eşidib. Düzdür, məsələnin adının olduğu kimi yox, vərdiş etdiyi kimi, Bayıl həbsxanası kimi bilirlər. Bu həbsxana ilə bağlı indi də çox söhbətlər, hətta əfsanələr gəzir. Amma tərzixananın içərisində bir yer olub ki, onun haqqında çox az adam nəyisə deyə bilər. 5-ci korpus. Azərbaycanda güllələməyə məhkum olunmuş şəxslər bu kameralarda saxlanılırdı və onlar hər gün gözləyirdilər. Hər gün günorta saat 3-də əgər bu qapılardan biri açılıb və ora prokuror daxil olursa, deməli prokurorla bərabər onların yanına ölüm də gəlirdi. Ölüm hökmünün tərəfdarları ilə əleyhidarlar arasında mübahisələr bu günə qədər davam edir. Müxtəlif məqalələr, kitablarda bu və ya digər müəllif ölüm hökmünün nə üçün və necə icra olunduğunu özünün fantaziyasına uyğun təqdim edir. Amma biz həqiqəti göstərmək üçün vaxtilə bu hökmü icra edən bir nəfəri tapıb danışdırdıq. Düzdür, o üzünü göstərmək istəmədi. Ona görə yox ki, kimdənsə qorxur. Ona görə ki, onlar hətta təqaüd yaşında olsa belə məxfi şəxslərdir. Onun bizimlə ilk söhbəti isə icra etdiyi hökmün çətinliyi və bu çətinliyin qarşısında onu incidən vicdan əzabı oldu. Во-первых, психологический раз. Во-вторых, çətinlik birinci növbədə psixoloji, ikinci növbədə fiziki və mənəvi idi. Çətinlik var idi. İş ondadır ki, icra haqda əmr gələndə mən artıq öncədən bilirdim ki, bu insan güllələnəcək. Mən onunla ünsiyyətdə ola-ola bunu bilirdim. Ona görə mənəvi cəhətdən mənə təsir göstərirdi, əziyyət verirdi. Fiziki cəhətdən düşünəndə isə siz özünüz təsəvvür edin. Toyuğu kəsmək, iti öldürmək yox, burada isə insanı öldürməkdən söhbət gedir. Hələ üstəlik, əgər bu insan sənə heç bir тем более, pislik этот человек тебе ничего плохого не делает. Ölümə məhkum olunmuş insanları güllələyənlər o vaxt Daxili İşlər Nazirinin tərkibində fəaliyyət göstərən məxfi qrupda birləşirdi. Həmin qrupa hətta kodlaşdırılmış ad da verilmişdi, 002. Onları cəmi 3-4 nəfər adam tanıyırdı. Həmin insanların birbaşa nazirə çıxışı ilə yanaşı, bəzi imtiyazları da var idi. Onlar həmkarlarından fərqli olaraq maaşı 2 qat çoxalır, məzuniyyətləri isə 45 gün davam edirdi. Həyatda da adi insanlar idi, baxmayaraq ki, işlərində çox dəqiq və tərəddüd etmədən hərəkət edirdi. Отбирали мы их. Biz onları yığırdıq. Ən çox bura mənəvi cəhətdən dayanıqlı olanlar və bilirsiniz, qəddar olanları, xüsusilə qəddar olanları götürürdük. И результат был такой.
5-ci korpusun dəhlizində addım səsi eşidiləndə artıq hamı bilirdi ki, kimsə həyatdan gedəcək. Bu sir deyildi. Amma başqalarından bunu gizlətmək üçün güllələmə prosesi özü xüsusi əməliyyat kimi həyata keçirilirdi. Prokurorun həbsxanada peyda olmasını əsaslandırmaq üçün bir əfsanə düşünülürdü. Sanki prokuror oraya yoxlama aparmaq üçün gəlib. Müəssisəni biraz gəzdikdən sonra o 5-ci korpusa keçib lazım olan kameraya daxil olurdu. Prokuror sonuncu dəfə güllələməyə məhkum olunmuş şəxsi dindirir və həmin şəxs törətdiyi cinayətə etiraf edirsə, dərhal otağa 2 nəfər daxil olur. Güllələmə hökmünü də məhz həmin şəxslər icra edirdi. Bu prosesin kulminasiya nöqtəsi hökmün icra olunduğu məqamdır. Bununla bağlı çoxlu məlumatlar var, hətta kinofilmlər də çəkilib. Güya məhkum hansısa qaranlıq bir dəhlizə getdiyi zaman ona arxadan atəş açılırdı və güya o bu güllə ilə öldürülməli idi. Amma reallıq rejissor fantaziyasından xeyli fərqlənirdi. Nagibali и в голову стреляли. Aşağı əyirdılər, başına atəş açırdılar. 2 icraçı var idi, hansı ki bununla məşğul olurdular. Yəni ki, mən silahı saxlayırdım, verirdim onlara. Onlar da həmin şəxsə atəş açırdı. Öz dəstələri ilə olurdular. Onlar bu adamları kameradan çıxarırdılar. İcranı həmişə kütləvi yox, tək-tək həyata keçirirdilər. Əvvəl birini gülləliyirdilər, sonra ikincisini, üçüncüsünü və s. və ilahi. Второго, третьего и так далее. Maraqlı isə odur ki, bu prosedur ölüm hökmünün icrası zamanı humanizm prinsiplərinin qorunmasını tələb edirdi. Başqa sözlə, məhkumu çox incitməmək üçün yalnız naqan tipli tapançadan istifadə olunurdu. Потому что Ona görə ki, naqan az səs verir və onun gülləsi yumşaq idi. Bu da özlüyündə daha bir humanizm idi. Ölümə məhkum olmuş şəxsin barəsində çıxarılmış hökmü cəmi bir atəşlə icra etmək şərt deyildi. Bu proses məhkumun canını tapşırılmasından asılı idi. Onlara bəzən bir neçə güllə vurulurdu. Bax, belə bir hadisə də olmuşdu. Birini öldürəndə ona 7 güllə boşaltmışdılar. Güllələrdən onun başı necə deyərlər parçalanmışdı. Amma o hələ sağ idi. Belə ki, bu öldürülən insandan asılı idi. Так что это зависело от человека. Sovetlər süquta uğradıqdan sonra ölüm hökmü həmişə tənqidə məruz qalıb. Bu cəza növü faktiki kommunistlərin repressiya siyasətinin əsas silahı kimi təqdim olunur. Və bunun nəticəsi olaraq bu cəzanı icra edənlərin özü də gah xəyanətdə, gah vətənin millətini qırmaqda ittiham olunur. Amma onlar belə düşünmür. Biz mühakimə etmirdik. Biz hərbiçi idik. Biz zabitik. Bizə əmr etmişdilər. Biz də vəzifəmizi icra edirdik. Bir sözlə təmizləyici idik. Своего рода как чистильщик. Bir insan həyatına son qoymuş cinayətkar hətta azadlıqdan məhrum edilmiş şəraitdə yaşayırsa, bu ona verilmiş layiqli cəzadırmı? Bu sual indi mübahisələr doğurur. Misal üçün, vaxtilə Sovet dövründə məhkumları güllələyən insan üçün nə qədər ağır olsa da, o güllələmənin yenidən bərpa olunmasının tərəfdarıdır. Человек, который soвершил преступление, лишь İnsan hansı ki cinayət törədib, 1, 2, 3 və yaxud bir neçə insanı həyatdan məhrum edibsə, o buna bərabər səviyyədə cəza çəkməlidir. Niyə? Çünki ədalət bu cür həyata keçirilməlidir. Mən sizə deyim ki, mən olan zaman ən yüksək cəza güllələnməkdir və əksəriyyəti buna layiq idilər. высшую меру наказания это расстрел, они все соответствуют. Bu əlbəttə ki, belə bir prinsipləri özü ilə daşıyan sabiq bir icraçının fikirləri idi. Lakin dəyərlər və prinsiplər dəyişir və ölüm cəzası ilə ömürlük həbs cəzası arasındakı fərqi artıq məhkumların özləri də anlayır. 2 nəfər bir kamerada ömrünün sonuna kimi qala və ya nə vaxtsa əfv olunub azadlığa çıxa bilər. Hələlik isə onlar kameradadır və hər gün onların ömründən gedir. Kameranın qapısı isə hər açılanda onların sevinci də nəzərdən yayılmır.